ən çətini gimnastlar üçün hansı hesab etmək olar? Hər bir idmançı üçün fərqli alət ola bilər. Məsəl üçün, bugünkü yarışda komandaların tərkibində alətləri yerinə yetirməsən fərqli idmançılara görə bir komandanın tərkibində. Sözsüz ki, bu sırf birbaşa idmançının özünə bağlı olan bir şeydir ki, yəni bu idmançı digər lentdə, məsəl üçün, daha yaxşı çıxış edirsə, gürüzdə onu digəri daha yaxşı əvəz edə bilər. Bəli, hansı alətdə daha güclüdürsə, o alətlə çıxış etməyə çalışırlar.